Uşaq qoy görsün dərsə də qardaş. Mən dərsə getmək istəyirəm. Bu geçsin boşuna görün. Bu geçsin. Gördün ki bu geçsin değil mi? Atan anan. Uzaq vurulur, görürəm çarımı. Get valideynimi götür. Bu geçsin. Mən valideynəm. Müəllimdən üzr istəməlisən, şagirdlərdən üzr istəməlisən. Hər halda sənin valideynin gəlməlidir bura. Müəllim Get valideynimi götür ki. Mənə deyirsən məhv eləyərəm, mən də ona cavabını vermişəm. Get valideynimi götür. Sizə keçsədə uşaq bu dərsdə, uşaq dərsdə yandırırsınız axı. Bu Atmışsan özü atarsan o da. Əsəbə. Səndən xahiş edirəm. Geç. Məktəbin direktoru sən Əsəbə. özün ortalığa. Baskın edirlər. Baskın eləmirsiniz. Qardaş, uşaq dərsdə keçsin. Kim baskın eləyir? Sən deyirəm ki, xahiş edirəm. Uşağı təhsildən yayındırmayın. Səhəri. Gəl dedim, O geçsin. Dərsimə gedirəm, mən. get. Dərsinə. Gəl dedim, məni məcbur eləmə. Qardaş, uşağı burax çərdə. Get valideynimi götür. Xahiş edirəm. 102 vermə məcburiyyətini qoyma məni. Qoy nə məcburiyyətində? 102 vermə məcburiyyətini qoyma məni. Tənəffüs oldu mu? Mən Hə, istəmirəm. uşaq çölə çıxmadı, qoymadılar. Qardaş, xahiş edirəm uşağı dərsdən yayındırmayın. Qoy uşaq dərsdə təmin olunsun. Dərsinə. Səndən bir böyük kim xahiş elədim ki? Yox, sən yox, sən ixtiyarın yoxsa sən burada uşaq qoy dərsinə keçsin. Ha bu geçsin dersin. Uşaq qoy dərsin. Söyle. Çək. Hə. Baxın. Ağdam rayon 1-ci Yüzbaşılı kəndində bax vəziyyət budur. Baxın, bax. Baxın, şagird içəri buraxmadılar. Polas şagirdi çöldə qoyublar. Mən buradan təhsil nazirimizə səslənirəm. Deyirəm ki, bu öz başınalığa son qoysun. Məni məktəbə buraxmırlar. Mənə təzyiq göstərir mühafizəçi buran. Mənə təzyiq göstərir. Sinifə qoymur girəm. Niyə buraxmır? Səbəb nədir ki? Səbəb odur ki, müəllimlə mübahisəm düşüb. Müəllim mənə təhqir edici söz deyib. Mən də qayıdıb ona cavab vermişəm. İndi də məni qoymurlar ki, deyir niyə cavab verməlisən, üzr istəməlisən. Nəyə görə üzr istəməliyəm? Baxın, Polat Zeynalovun ailə şirkəti bax budur. Polat Zeynalovun öz başlanğıcları bax budur. Şagirdi dərsə buraxmır. Hangi kitabı? Çəkiliş eləmək Nədir problemi ağsaqqal? Ben bacım oğlunu getirmişim məktəbə. İçəri buraxmırlar. Niyə? Məktəb bax bir məktəbin qarşısındayım. 20 dəqiqədir buradayım. 20 dəqiqə buradayım. Məktəb direktoru düşüb gəlmir ki, görək bunu içəri nəyə görə boşlamırlar. Səbəb nədir? Səbəbin düşsün gəlsin desin. Günahımız nədir? Biz günah eləmişik. Nə günah eləmişik kimi? Bəs sizi çağ buraxmayan Günah ola bilər ki. sizi çağ buraxmayan şəxs kimdir? Bizi içəri buraxmayan şəxs Polat Zeynalov. Yox, məktəbin qapısının ağzında sizi çağ buraxmayan kimdir? O Nicat Allahverdoğlu. Hə, bu Gözətçi. tapşırıq deyə verilib də sizə. Ha, buna tapşırıq verilib ki, Əhmədov səbəbi içəri buraxmayın. Nədir ki, səbəb nə göstərir? Mən valideyim anası. Yox, səbəb nə göstərirlər uşağı çağ buraxmamaq? İndi səbəb olmalıdır da. Səbəbi gəlsin desin. İndi burada hər kəsi valideynindən çağ buraxırlar, bu maraqlıdır. İndi burada Uşaqları valideynlə buraxırsınız içəri. Müəllimlə aralanda olan söhbət. Müəllim mənə küçük deyir, mən də ona cavabını vermişəm də, nə demək? Müəllim uşağa küçük deməməli deyir. Onu da səsini yazdırdım da, onu da Təhsili heylə alıb gəlib o oxuduğu institutda. Amma kim müəllim o təhsili heylə alır? indi siz niyə bura bir rəhbər şəxs çağırmırsınız ki, bu çıxa bu valideynlə uşağı qarşılaya? çağırıq çıxmır. Yox, Nicat çağırmalıdır. Burada Polat uşağı gəlsin buraya görə uşağı içəriyə buraxmırlar. Get gəlsin deyir, Umut səni gözləyir. Sonra Sonra xahiş edirəm. müdaxilə eləmə çəkirsən. 102 vermişəm. Yaxşı elə. Yaxşı elə. Müdaxilə eləmə. Sən mənim məsələm. Müdaxilə Xahiş edirsən. edirəm, söylə. Çıxır, Yaxşı qara elə, müdaxilə edirəm, söylə. Məktəb nə Baş, edir? sabır. Məktəb nə edir? Sabır ol. Məktəb nə Çıxır görə sabır ol. Hər məcbur qoyma yəni. Sabır ol. Xahiş edirəm.